Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatına gətirdiyi yeniliklərdən biri də sadə zəhmətkeş insan surətlərinin obrazlarının yaradılması ilə bağlıdır. İlk baxışda sual oluna bilər ki, burada olan yenilik nədən ibarətdir? Nəzərə almaq lazımdır ki, Nizamiyə qədər olan şərq sənətkarlarının hər birinin yaratdığı əsərlərin baş qəhrəmanları ancaq şahlar, şahzadələr, xanlar, xanzadələr ola bilərdi. Sadə, zəhmətkeş insanın obrazını ədəbiyyata gətirmək heç cür qəbul olunmur. Nizami Gəncəvi ilk dəfə olaraq bu sahədə də bir yenilik eləmiş və öz əsərlərində həqiqi mənada zəhmətkeş, sadə cəmiyyətin üzvlərindən olan obrazlar yaratmağı bacarmışdır. Bunun biz ən yaxşı nümunəsini Xosrov və Şirin əsərində Fərhad surətinin timsalında görə bilərik. Nizaminin Gəncəvinin əsərlərində də yenə də baş qəhrəmanlar Xosrovdur, baş qəhrəman Bəhramgurdur, baş qəhrəman İskəndərdir, böyük hökümdarlardır. Amma bununla belə Nizami o həmin qəhrəmanlar səviyyəsində sadə zəhmətkeş insan obrazları da yaratmışdır. Bunun ən yaxşı nümunələrindən biri dediyimiz kimi Fərhad obrazıdır ki, Fərhad öz ağlına, xarakterinə, sənətkarlıq xüsusiyyətlərinə görə Xosrovla müqayisə olunacaq səviyyədə yüksək keyfiyyətlərə malikdir və bir çox hallarda Xosrovdan daha üstün xüsusiyyətləri daşıyır. Biz bunu Xosrovla Fərhadın değişməsi səhnəsində də aydın görə bilərik. Xosrov əvvəl sordu, hardansan cavan? Fərhad cavab verdi, dost diyarından. Dedi, o diyarda hansı sənət var? Dedi, qəmi alıb canı satırlar. Dedi, canı satmaq heç ədəb deyil. Dedi, aşıqlərdə bu əcəb deyil. Dedi, ürəkdəndir çəkdiyim bu qəm. Dedi, ürək nədir? Candan aşiqəm. Biz bu parçalarda Fərhadın həqiqi mənada yüksək səviyyəli bir eşq daşıyıcısı olduğunu aydın görə bilərik. Əgər Xosrov bu dünyanın adamıdırsa və hadisələrə real gözlə baxırsa, eşqə, məhəbbətə də o cür yanaşırsa, Fərhadda isə ilahi bir eşqin şartlarını görmək mümkündür. Və Fərhad Şirini o qədər səmimiyyətlə sevir ki, Püstun dağında əvvəlcə işə başlayanda Şirinin şəklini daşa yonur, ondan sonra işə başlayır və Şirinin ölüm xəbəri gələndə Fərhad artıq yaşamağı şirinsiz, mənasız bir iş hesab eləyir və bununla da külüngü göyə atır, öz başını külüngün altına tutur və vəfat eləyir. Deməli, biz bu əsərdə Fərhadın çox yüksək keyfiyyətlərə malik olduğunu görürük. Nizami Gəncəvinin başqa əsərlərində də bu xüsusiyyətlər özlərini tamamilə aydın şəkildə göstərir. 7 gözəl əsərində Bəhramgur sarayı tapşırıbdır Rast Rövşən adlı bir vəzirə, özü isə günlərini eş-işrətdə keçirir. Bir gün ova gedəndə görür ki, bir çoban bir iti asıbdır. Soruşur, bu nə haqq hesabdır? Çoban cavab verir ki, mən bu sürünü itə etibar eləmişdim. İt də bir qurtla, yəni canavarla dostlaşıb və mənim sürümü bada verib, ona görə də mən buna bu cəzanı vermişəm. Belə deyəndə şah barmağını dişləyir, deyir, ey dadi-bidad, mən də ölkəni Rast Rövşənə tapşırmışam. Rast düz, Rövşən işıqlı deməkdir. Adı Rast Rövşən olan vəzir bəlkə də elə həmin bu köpəyin yolunu gedir və gəlir ölkəni ruhlatdırır, görür ki, təmiz, halal adamlar həbsxanadadır, dələduzlar, fırıldaqlar, rüşvətxorlar hamısı iş başındadır və ölkəni təmizləyir, nizama salır
Bunlardan həm də qeyd eləyir ki, Nizami şah hökmdarlığı bir çobandan öyrəndi. Bax, bu qısa bir fraqmentdir, amma burada Nizami yaradıcılığının o humanizmi, müsbət keyfiyyətləri özünü tamamilə üstün şəkildə göstərir. Yaxud da İskəndərnamə əsərində İskəndər səfərinin birində görür ki, bir cavan oğlan əkin-biçin işlərindən məşğul olur. O qədər gözəl, yaraşıqlı, boylu, puxunludur, xoşuna gəlir. Bununla söhbət eləyir, görür oğlanın ağlı kamamilə da tamamilə yerindədir. Və İskəndər oğlana təklif edir. Sən gəl, səni mən aparıb saraya, orada sənin üçün ən yüksək bir vəzifə verir. Oğlan şaha minnətdarlığını bildirir və qeyd edir ki, şah sarayı məndən uzaqdır. Mən öz halal əməyimlə işləməyi, yaşamağı daha üstün tuturam. Biz bu kiçik nümunələrlə bir daha qeyd eləməyi lazım bilirik ki, Nizaminin özünə qədərki ədəbiyyata gətirdiyi yeniliklər çoxdur və onlardan tədricən hissə-hissə danışmağı özümüzə borc bilirik və onu da qeyd eləməyi lazım bilirik ki, Nizami Gəncəvinin bu ədəbiyyata gətirdiyi yeniliklər özündən sonraki dövrdə də tədricən davam və inkişaf elətdirilirdi. Ustada rəhmət, sizlərə can sağlığı.